Salam, mən Rəhman Qasımlı, IT Brands Akademiyada UX üzrə təlimçiyəm. Keçən dərsimizdə hazırladığımız avtolyatla butonları indi komponent və variantlarını hazırlayacağıq. Keçək Figma'ya. Burada avtolyatla hazırladığımız buton var. Keçən dərsimizə baxaraq butonun avtolyatla necə hazırlandığına baxa bilərsiniz. Klikləyirik və sağ üst tərəfdə bu hissədə komponent ikonu var. Ona klikləyərək butonumuzu komponent eləyirik. Komponent nə üçündür? Biz hazırladığımız layihələrdə, məsəl üçün bu buton 70-80 dənə səhifədə ola bilər və üzərində dəyişiklik eləmək lazım olduğunda bütün səhifələrdə bir-bir dəyişmək əvəzinə komponentdə dəyişirik və onun kopyalarında, onun instanslarında eyni anda dəyişmə baş verir. Bunu indi yoxlayaq, göstərək sizə. Burada bizim komponentlə hazırlanmış butonumuz var, daha doğrusu komponent olunmuş butonumuz var. Kopyasını çıxarırıq, alt düyməsinə basılı saxlayırıq, kopyasını çıxartdıq və biz indi main komponent, yəni bu komponentin, əsas komponentin üzərində dəyişiklik eləyək. Məsəl üçün, buton sözündə N hərfini artıraq. Baxın, aşağıda da N hərfi artır və yaxud geri veririk. Məsələn, rəngini dəyişə bilərik, klikləyək, rəngini dəyişək. Məsəl üçün, rəngini dəyişsək, görsəz eyni anda kopyasında dəyişir. Yəni, nə qədər kopyası olur olsun, 100 dənə belə olsa, hamısında eyni anda dəyişəcək. Ctrl-Z eləyək, arxaya verək. Komponentin funksiyalarından birini göstərdik. İndi biz bunun variantlarını çıxarmalıyıq. Klikləyirik üzərinə və burada sağ tərəfdə görürsünüz, plus işarəsi var. Create Property. Klikləyirik. Baxın, burada propertilər açılır. Variant, text, boolean, instance və birinci variantdan başlayaq. Klikləyək, variant komponent set halını aldı və biz bura variantlar əlavə edə bilərik. Baxın, aşağıda plus işarəsi var və biz ona kliklədikcə variantlar əlavə olunacaq. Kliklədik, baxın, bir dənə variant əlavə olundu və bildiyimiz kimi ikonlar bir növ olmur. Onun hover versiyası olur, stroke versiyası olur, default versiyası olur və yaxud deaktiv versiyası olur. Biz onların hamısını hazırlayırıq. Məsələn, bir-iki variant hazırlayaq burada. Klikləyək, bir variant daha əlavə elədik və burada məsələn, bu hover versiyası olsun, daha tünd formada rəngdə eləyək. Məsələn, bu onun stroke variantı olsun. Məsələn, klikləyirik, buradan stroke əlavə eləyirik və buradan pipetlə götürürük rəngini, fili silirik, stroku qalır. Daha aydın görünməsi üçün stroku qalınlığını biraz artıra bilərik. Məsəl üçün 3 verək. Bu da onun stroke variantıdır. Biz bura adını set, bu komponent set oldu və biz bu komponent setə ad verək. Məsəl üçün yazaq buton. Və buradakı butonların hamısına bir-bir görünüşünə görə, xarakterinə görə adlar verəcəyik. Klikləyək, burada state yazaq. Və bu state defaultdur. Baxın, state qarşısında default. Bu onun hover variantıdır, amma qarşısında variant 2 yazılıb, səhv salınmaq üçün hover yazaq. Və bu onun stroke variantıdır, line da deyə bilərsiniz. Stroke olaraq qeyd elədik. İndi biz bunun kopyasını çıxaraq. Hər hansı birindən kopya çıxarırıq. Və üzərinə klikləyəndə sağ tərəfdə state və qarşısında onun hansı buton olur, default və yaxud stroke hover variantı olduğunu göstərir və defaultu biz həmin anda klikləyərək dəyişə bilirik. Bunu hover və yaxud stroke eləyə bilirik. İstəsək yenidən geri qaytara bilərik. İndi biz variant bir dənə də property əlavə eləyək. Klikləyək burada. Baxın, burada text var. Klikləyək text. Label yazaq. Və buton. Daxilində mətn buton olaraq qeyd edirik. Create property edirik. Baxın, burada görsəz label propertimiz yaranıb, amma burada hər hansısa bir yazı ilə bağlanmayıb deyə burada nida şəkli var və hal-hazırda aktiv deyil. Klikləyirik
buton sözünə. Aha. Və baxın, sağ tərəfdən, sağ üstdən klikləyirik buradan. Property əlavə edirik. Yəni bunları property ilə mətni bir-birlə əlaqələndirir. Kliklədik. Baxın, artıq alındı. Klikləyəndə də burada klikləyək. Baxın, buradakı nida işarəsi itdi. Bu butonu dəyişirik buradan. Məsələn, hover edirik. Sonra gətirək buradan default eləyək. Bunların hamısına bir-bir əlavə eləsək, burada daxilindəki mən sözü dəyişmək istəyirik. Edirik məsələn like. Baxın, dəyişdi. Like. Dəyişdi. Biz buradakı mətnlərin hamısını klikləyərək property eləsək, property ilə bağlasaq, kliklədik. Burada klikləyirik. Hamısını bir-bir əlaqələndirdik. Və biz klikləyirik buradan. Google-u seçirik. Label-ı dəyişə bilərik istəsək. İstəsək qala bilər. Məsələn, default və label olaraq like qaldı. Daxilinə ikon əlavə edirik. Like ikonunu götürürük. Ctrl-C və gəlirik. Buradan Ctrl-V yerləşdiririk. Və buradan biz content eləyirik. Bunu biraz uzadaq. Əla. İndi biz bunu daxilindəki ikonu burada property-yə əlavə eləyirik və baxırıq indi. Baxın, kopyasını çıxardığımız butonda biz istəsək ikonu ləğv eləyə bilirik. True və value variantları ilə seçim eləyərək burada ikonu görünür və yaxud görünməz eləyə bilirik. İndi ikonları əlavə eləyəndən sonra property əlavə eləyək yenə. Burada instance swap və bura ikon əlavə eləyək ad olaraq. Və buradan daxil oluruq ikon papkasına. Buradan like seçirik, create property eləyirik. Gəlirik buradan. Baxın, burada yenə əlaqələndirməmişik. Klikləyirik buradan. Və create property. İndi buradan dəyişə bilərik. Like. Buradan onu comment eləyə bilərik. Yenidən like eləyə bilərik. Yenidən share eləyə bilərik. Bu tip. İstəsək dəyişə bilərik. Məsələn, burada gəlin həm label-ı dəyişək, həm də ikonu dəyişək. Məsələn, label-ı dəyişək eləyək. Comment və ikonu da comment olaraq dəyişirik. Baxın, burada dəyişdik. İstəsək hover və ya stroke edirik. Stroke elədik. Comment, amma ikon comment olmadı. Gələk indi burada klikləyirik. Klikləyirik. Gələk buradan. Comment. İstəsək bunu like olaraq dəyişə bilərik. Məsələn, default eləyirik. Buradan like yazırıq. Və buradan da like seçə bilirik. İstəsək biz burada ikonu bağlayıb və ya aça da bilərik. Gördüyünüz kimi butonların komponentlərini hazırladıq, variantlar əlavə elədik və propertilər əlavə elədik. Bütün propertilərdə növbə ilə istifadə etdik. Bugünkü videomuzdan bu qədər. Gələn dərsimizdə prototyp keçəcəyik.